Bugün sizlərə şərt operatoru ilə bağlı bir neçə test izahına baxacağıq. İlk olaraq baxaq bu testə. Birinci növbədə if 5 bərabərdirmi 8-ə? 5 8-ə bərabər olarsa əgər ifin dövrünə düşəcəyik. Nə deməkdir bu? Əgər düşünək ki, bura bir qapıdır və burada ifin tərkibinə daxil olmaq üçün bir açar var. Buradakı şərt düzgündürsə bu açar açılır və buradakı digər əməli görürük. Əgər şərt ödənmirsə qapı açılmır və dövrünə düşə bilmirik. İndi baxaq, 5 8-ə bərabər deyil. O zaman bu qapı açılmayacaq və buradakı printi görə bilmirəm. Özündən eyni sütunda olan digər ifə baxırıq. 5 bərabər deyil 6-ya. Nida bərabər işarəsi bərabər deyil deməkdir. 5 6-ya bərabər deyil. Bu şərt düzgündür. Ona görə də buradakı deyirik ki, qapı açılır və ifin dövrünə düşürük. Print B-ni çap edir. Daha sonra növbəti şərtə baxırıq. Çünki hər biri ayrı-ayrılıqda bir sütun üzərində yazıldığına görə hər bir şərti yoxlamalıyıq. 5 böyükdür 5.0-dan. Bu şərtdə ödənmədiyinə görə dövrünə düşə bilmirəm və özünə ən yaxın olan else baxıram. Məsələn, birinci şərt ödənmədi. Bu halda digər else-yə düşə bilmirik. Çünki bu else özünə ən yaxın olan if-dən asılıdır. Və else də print D dediyinə görə altdan D-ni çap edirik. Növbəti test izahına baxaq. S bərabərdir 0, A bərabərdir 9. Əgər A-nı 2-yə böləndə qalıqda 0 alınırsa, baxırıq ki, A-mız 9-dur, 2-yə böləndə qalıqda 0 alınırmı? Xeyr. O zaman dövrünə düşə bilmirəm və özünə ən yaxın, eyni sütunda olan digər şərtə baxırıq. Burada baxırıq ki, elifdir. Elif nədir? Else if, yəni əks halda digər şərti yoxla. Buradakı şərt ödənmirsə, əks halda digər şərti yoxla. Baxırıq, 9-u 3-ə böləndə qalıqda 0 alınırmı? Bəli, şərt ödənir və dövrünə düşürük. S bərabərdir S plus 2. Yəni 0 üstəgəl 2, cavab 2. Buradakı əks halda digər şərt ödəndiyinə görə buradakı nə elifi, nə else-ni görə bilmirik. Çünki elif əks halda digər şərtdir, else isə əks haldadır. Yəni, əgər bu şərtlərin heç biri ödənmirsə, else-yə keçirik. Özü ilə amma ən sonda eyni sütunda olan S bərabərdir S plus A-nı həll eləməliyik. S-in son qiyməti 2 idi. Üstə gəlirik 9, cavabımız edir 11. Növbəti izaha baxaq. A bərabərdir 5, B bərabərdir 6, C bərabərdir 10. A, yəni 5 kiçikdirsə 6-dan, baxırıq ki, şərt ödənir. O zaman dövrünə düşə bilirik. Yəni, qapı açılır və özünün bir adım içərisində olan hesablamalara baxırıq. C bərabərdir C plus 5. C-mizin qiyməti 10-dur. Üstə gəlirik 5, cavab edir 15. Baxırıq ki, burada növbəti bir şərt var. Bu şərtdə nə deyir? A, yəni 5 böyükdür 6-dan. Bu şərt ödənmədiyinə görə bu ifin dövrü olan bu hissəyə daxil ola bilmirik və özünə ən yaxın olan, özü ilə eyni sütunda olan else baxırıq. Baxın, buradakı else görmürük. Niyə? Çünki bu if, bu else-dən asılıdır. Əgər bu ifdəki şərt ödənməsəydi, bu else görərdim və bu dövründə olan heç birini görə bilməzdim. Bu şərt ödəndiyinə görə bura qapı açılır, içəri qapı açılır və buradakı əməlləri görürəm deyə artıq bu else düşə bilmirəm, çünki else əks haldadır. Deməli, if-də şərt ödənmədiyinə görə buranı görə bilmirik, else düşürük. C bərabərdir C plus 20. Yəni, C-mizin son qiyməti 15 idi. 15 üstə gəlinsin 20. Cavabımız edir 35. Baxırıq ki, burada else-ni dedik görə bilmirik. Çünki artıq burada şərt ödənib. Özü ilə eyni sütunda olan baxırıq, başqa hesablama var. C bərabərdir C plus 10. Bunu da həll eləməliyik. C-miz 35. Üstə gəlirik 10. Cavab edir 45. Print C çıxardır cavab 45. Növbəti izaha baxaq. A bərabərdir 18. S bərabərdir 0. İndi, burada diqqətli olaq. Baxın, bir neçə sütunda if-lər var və else-lər var. İlk öncə onu deyim ki, mütləq şəkildə yadınızda saxlayın ki, if
Özü ilə eyni sütunda olan, baxın, özü ilə eyni sütunda olan və özünə ən yaxın else-dən asılıdır. Yəni, birinci ifin else budur. Birinci ifdə şərt ödənməsə bunu görürəm. İkinci ifdə şərt ödənməsə bunu görürəm. Üçüncü ifdə şərt ödənmirsə bunu görürəm. İndi, baxaq əməllərə. Burada deyir ki, A, yəni 18-i 3'e böləndə qalıqda 0 alınırmı? Bəli, alınır. O zaman S bərabər dövrünə düşürük, şərt ödənir və dövrünə düşürük və görürük ki, S bərabərdir S plus 1. Yəni 0 üstə gəl, 1 edir 1. Növbəti ifə baxaq. Əgər dövrünə düşmüşəmsə və dövründə nələr varsa hamısını yoxlamalıyam. If A, yəni 18-i 4-ə böləndə qalıqda 0 alınırmı? Yəni cavab 0-a bərabərdirmi? 18-i 4-ə böləndə qalıqda 0 alınmır. Ona görə bu şərt ödənmədiyinə görə, baxın, bax, bu dövrə daxil ola bilmirik və burada olan heç bir əməli görə bilmirik. Özü ilə eyni sütunda olan, özünə ən yaxın else düşürük. S bərabərdir S plus 5. S'imizin son qiyməti 1 idi. Üstə gəlirik 5 bərabərdir 6. Artıq ifin dövrü bitdi. Və burada else təbii ki görə bilmirik. Çünki artıq buradakı if şərti ödənibdir. Əks haldanı görmürük. Eyni sütunda başqa bir hesablama var. S bərabərdir S plus 7. 6 S'in son qiyməti. Üstünə gəlirik 7. Cavab edir 13.